Gəldin, bu mövzuya çatdın. Yaxşısan. Ümid edirəm ki, imtahanları boşu-boşuna keçmirsən. Həqiqətən haqqını verə-verə keçirsən. Yalandan hardansa axtarıb tapıb yazmırsan. Əgər özün bilərəkdən keçirsənsə imtahanları, bu çox gözəldir. Sadəcə bütün boşluqlara bax, harda varsa onları öyrən. Yoxdursa sürətli şəkildə gedib bilmədiyin yerə qədər çata bilərsən. Deməli, burada mövzu how much, how many-dir və shopping ilə bağlıdır. Burada yenə çoxlu şəkildə this, that və s. istifadə olunub və how much, how many ifadələri var. How much, how many nə deməkdir? Biraz başınızı qarışdıra biləcək bir mövzuya toxunacağam, amma bu ingilis dilində artıq çox da əhəmiyyəti qalmayan bir mövzudur. Bunu avtomatik şəkildə yenə özünüz öyrənmiş olacaqsınız. Deməli var how much, bir də var how many. Bunlar nə deməkdir? Nə qədər, neçə deməkdir? İngilis dilində isimləri, yəni o şeylər ki, nə, kim sualına cavab verirlər, onlara bölürlər iki yerə. Sayıla bilənlər, sayıla bilməyənlər. Məntiqsiz şəkildə. Niyə belədir? Məsələn, şəkər tozu. Bunu saya bilmərsən də, deyə bilmərsən ki, 3 dənə şəkər tozu. Ona görə bilər ki, bu şəkər tozu sayıla bilməyən olsun. Bir də var, sayıla bilən, məsələn, kompüter. 3 dənə kompüter. Saya bilirik də, 1 kompüter, 2 kompüter, 3 kompüter. Amma şəkər tozuna deyənməli 1, 2, 3 xırdalı dənələri indi ağlıza gələcək ki, onları saya bilərik. Axı, o qədər dərinə getməyiblər. Deyiblər ki, hə, bu çox xırdadır, bunu çəki ilə ölçürük biz. Məsələn, çay. Bir dənə çay deyə bilmərsəsində, bir fincan çay deyə bilərsiniz. Amma İngiltərədə də, Amerikada da, hər ikisində də olmuşam. İnsanlar bir dənə çay, 2 dənə çay rahat şəkildə deyirlər. Siz də deyə bilərsiniz, bir çay deyəndə bir fincan çay nəzərdə tuturlar, ola bilər bir poşet çay nəzərdə tutsunlar. Yəni buna çox da belə dərindən fikir verməyə ehtiyac yoxdur, amma təbii ki, öyrənməlisiniz. Demək istədiyim nədir? Gələcəkdə bunu biraz daha avtomatik, biraz daha alt planda öyrənmiş olacaqsınız. How many nə qədər deməkdir və bunu sayıla bilən isimlərdən istifadə edəcəyik. How much yəni nə qədər, neçə deməkdir. Bunu isə sayıla bilməyən isimlərdən istifadə edəcəyik. Bu mövzu shopping mövzusundadır. Niyə? Çünki biz bir şeyin qiymətini soruşanda onun üçün how much istifadə edir. Yəni bu neçəyədir? Başa düşdünüz? Burada many yox, much istifadə olunacaq. Çünki pul sayıla bilməyən isimdir və biz onun qiymətini soruşuruq. Deyirik ki, how much is və nəyin qiymətini soruşuruqsa, o bu qədər. Məsələn, how much is cup? Neçəyədir fincan? Ya da deyirəm ki, how much is this cup? Baxın, this əvvəlki mövzudan. Yəni, bu fincan neçədir? How much is that cup? Yəni, o fincan neçədir? How much is this chicken? Bu toyuq neçədir? How much is this cheese? Bu pendir neçədir? Bax, bu şəkildə suallarınızı verə bilərsiniz. How many də yenə nə qədər, neçə deməkdir? Dediyim kimi, bu mövzuları artıq indi dərinliyinə getmək istəmirəm. Çünki sonrakılarda daha şəkildə yoğurub öyrənmiş olacağıq. Aşağıda yenə sizin öyrənəcəyiniz sözlər var, cümlələr var, this, that-la bağlı çoxlu cümlələr var, mətinlər var və orada bir shopping store görəcəksiniz şəkildə. Həmin şəkili yaxşı şəkildə deməyə çalışın. Baxın, deyərkən aşağıda qaydalar yazılıb ki, eləməyəcəksiniz, sürətli deyəcəksiniz, emosional deyəcəksiniz, ucadan deyəcəksiniz və qrammatik şəkildə düzgün deyəcəksiniz. Bu birincidən alınmayacaq, amma baxıb bir neçə dəfə təkrarlayın. Zaten bunu 10 dəqiqədə öyrənməli deyilsiniz. Bu 1 gün, 2 gün, 3 gündə çəkə bilər sizin üçün. Əziz odur ki, boş vaxtlarınızda açın, oturun, baxın, şəkili də təkrarlamağa çalışın, dinləmələri də eləyin və sonra imtahanını verin. Əgər imtahanda uğursuz olsanız, gəlin hazırlaşın, təzədən bir dəmin imtahanı verin. Növbəti mövzuda sizi gözləyirəm. Hələlik.